Qəlblərin sərtliyi və yumuşaqlığı haqqında. Allah Teala öz kitabında buyurur: "Əfəmən şərəhallahu sadrahu lil-İslam fəhuve alə nurin min rabbih." Allah Teala'nın köksünü İslam üçün açdığı kimsə Rəbbi tərəfindən bir nur üzərindədir. Fəvailun lil-qasiyyati qulubuhum min zikrillah. Vay halına o kəslərin ki, qəlbləri Allahın zikrinə qarşı sərtdir. Ulaikə fi dalalin mubin. Onlar açıq-aydın zəlalət içərisindədirlər. Qəlbin sərtliyi qeyri-müsəlmanlara aid olan bir sifətdir. Müşriklərə, Yahudi və Xristianlara və münafiqlərə layiq olan bir sifətdir. Möminə gəldikdə isə möminin qəlbi sərt olmamalıdır. Allah Teala Hədis surəsində buyurur: "Ələm ya'ni lillezina amanu an takhsha'a qulubuhum li zikrillahi və ma nazala minəl haqq." Məgər iman gətirənlərin Allahın zikri və haqdan nazil olan üçün qəlblərinin qorxacağı vaxt gəlib çatmadımı? Və la yakunu kellezina utul kitaba min qabl. Onlar bundan əvvəl kitab verilənlər kimi olmasınlar. Fətale aleyhimul əmədu fəqasət qulubuhum. Müddət uzandı və qəlbləri sərtləşdi. Yəni onlarla peyğəmbərləri arasında olan müddət, məsafə uzandığı üçün qəlblər sərtləşdi. Və kəthirun minhum fəsiqun. Və onların çoxları fasiqdirlər. Yəni peyğəmbərləri getdikdən sonra və salihlərdən ayrıldıqdan sonra vaxt uzanır və onların qəlblərini qəflət bürüyür, günahlar sevgisi və həmçinin günahların içərisinə girmək, nəhayət qəlblər sərtləşir. Allah Teala başqa bir ayədə bəyan edir ki, qəlblərin sərtləşməyinin miqdarını, yəni Yahudilərin qəlbləri necə sərtləşmişdir. ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ. Və bundan sonra sizin qəlbləriniz sərtləşdi. فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً. Daşlar kimi və daşdan da daha sərt oldu. وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الْأَنْهَارِ. Yəni elə daşlar vardır ki, onların içərisindən çaylar fışqırır. وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاءُ. Və elə daşlar da vardır ki, yarılaraq içindən su çıxır. وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّٰهِ. Və elə daşlar da vardır ki, Allahın qorxusundan yerə düşür. وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Və Allah Teala sizin etdiklərinizdən bir xəbərsiz deyildir. Yəni Allah Teala onların qəlblərini daşlara bənzədir. Və daşdan da daha sərt. Yəni deyilməli dəmirə bənzədilmə. Çünki dəmir oda salındığı zaman əriyir. Amma daşlar isə odda da ərimir. Yəni onların qəlblərini Allah Teala daşlara bənzədir, daşdan da daha sərt. Çünki daş yağılır, içindən su çıxır və daşlar Allah qorxusundan yerə düşür. Yəni təfsirdə də gəlir ki, o dağdan düşən daşlar deyə elə bilməyin ki, boş yerə düşür, Allah qorxusundan düşür. Demək, dağlardan o qaya parçalarının içərisindən yarılaraq su çıxır və oraları isladır. Amma Yahudilərin qəlbləri isə belə deyildir. Yəni o çayların çıxdığı, suların axdığı daşlar, qaya parçaları kimi də deyildir. Yəni bunların qəlbləri xeyirlə islanmır. Yəni həqiqətən bu çox təhlükəli bir haldır. Və buna görə də onların bu etdiyi hərəkətlər, müsəlmanlara qarşı edilən hərəkətləri də qəribə deyildir. Çünki qəlblər o qədər sərtləşir və Allaha itaətdən uzaqlaşır və günahların içərisinə batırırlar və doğru yoldan uzaqlaşırlar Allah Teala'nın peyğəmbərlərinə etdiyi vəhiydən.